Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda şor qoğalının asan üsulla hazırlanmasını sizinlə paylaşıram. Qoğalları tək-tək yuxa yaymadan, oxlovsuz, fərqli üsulla hazırlayıram. Üstü xırçıltılı, içi yumuşaq, çox dadlı qoğallar alınır. Yuxa yaya bilməyən xanımlar üçün çox əlverişli bir üsuldur. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 200 ml stəkanla ilıqdan biraz isti 1 stəkan süd, ilıqdan biraz isti 1 stəkan su əlavə eləyirəm. Üzərinə 1 çay qaşığı şəkər tozu, 10 qram 1 paketdə instant quru maya əlavə edib qarışdırıram. Maya tez əriyən mayadır, ona görə gözlətmirəm. Amma istəyə görə elə 1 xörək qaşığı adi quru maya da əlavə eləmək olar. Mayalı qarışıma 2 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. 100 qram yumuşalmış kərə yağı, kərə yağını margarinlə də əvəz eləmək olar. Yarım çay qaşığı sarı kök, 1 dolu çay qaşığı duz əlavə eləyirəm. 1 yemək qaşığı da üzüm sirkəsi. Üzüm sirkəsini də alma sirkəsi ilə əvəz eləmək olar. Bu ərzaqları da biraz yaxşı qarışdırıram. Un töküb xəmir hazırlayıram. Əvvəlcə unun çox hissəsini qaba tökürəm. Biraz qarışdırıram. Artıq çətin olduqda yenə qalan unu əlavə eləyib xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 6 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd eləyirəm. Onun çəkisi növünə görə, bir də yumurtaların ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Belə gördüyünüz kimi ələ yapışmayan, hamar bir xəmir alındı. Xəmirin üstünü örtüb bir 50 dəqiqə mayalandırıram. Bu arada şor qoğalının içliyini hazırlayıram. İçlik üçün tavaya 200 ml stəkanla 2 stəkan un tökürəm. Üzərinə 1 dolu çay qaşığı cirə, 1 dolu xörək qaşığı raziana, 1 çay qaşığı sarı kök, yarım çay qaşığı qara istiot, yarım çay qaşığı da tuz əlavə edib qarışdırıram. Tavanı qaza qoyuram. Qazın zəif xodunda unun qoxusu çıxana qədər biraz ədvalardan bir yerdə unu qovururam. Qovurandan sonra tez soyulması üçün başqa bir ərzaq qabına tökürəm. Soyuyandan sonra üzərinə 100 qram kərə yağı əlavə edib əlimlə ovuşdurub umaç halına gətirirəm. Qoğal üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Belə gördüyünüz kimi içliyim də artıq hazırdır. Qoyuram bir kənara. Xəmir demək olar ki, çox yaxşı mayalanıb. Havasını alıram. Biraz da qabın içində yoğururam. Havası çıxır. Mayalanmış xəmiri dəzgahın üstünə qoyuram. Biraz da dəzgahın üstündə yoğururam. Bişəndən sonra mayanın qoxusu gəlməsin deyə biraz da dəzgahın üstündə yoğururam. Əlimlə uzunsov şəkil verib 2 hissəyə bölürəm. Kəsdiyim hissələri də xırda parçalara ayırıram. Xəmir parçalarından götürüb əlimlə yuvarlayıb kündələr tuturam. Hazırladığım kündələrin hamısı eyni ölçüdə olması üçün tərəzidə ölçürəm. Kəsdiyim xəmirlərdən 85 qramlıq kündələr tutmuşam. Ümumilikdə 16 ədəd kündə hazırladım. Kündələrin də üstün örtüb bir 20 dəqiqə kündələrin düşməsini gözləyirəm. Qoğalları hazırlamaq üçün oxlovdan istifadə eləmirəm. Ərzaq qabında 200 qram ərinmiş kərə yağı götürmüşəm. Üzərinə 50 ml də bitki yağı əlavə eləyirəm. Mayalanmış kündələrdən götürüb əlimlə biraz kündələrə uzunsov şəkil verib əlimlə çəkib yağın içinə qoyuram. Tutduğu qədər kündələrdən videoda göstərdiyim kimi biraz əlimdə uzunsov şəkil verib
Hər iki üzünü çevirərək yağın içinə yığıram. Qoğalın xəmirini ilə bu qaydada yoğurub, hissələrə ayırıb, ənənəvi şəkildə tək-tək yuxa yayıb, arasını yağlayıb, qoğalları da hazırlaya bilərsiniz. Yağın içində 1-2 dəqiqə gözlətdikdən sonra yağlı xəmirlərdən götürüb qoğalları hazırlayıram. Yağlı xəmiri dəzgahın üstünə qoyub, əvvəlcə əlimlə biraz uzunsov şəkil verirəm. Xəmir yağın içində qaldığı üçün yağı özünə çəkir, daha da elastik olur, istənilən şəkli vermək olur. Xəmiri biraz uzadandan sonra oxlovu xəmirin orta hissəsindən qoyub bir tərəfini gətirib, üstünə çevirib, kənar hissələrini əlimlə biraz sıxıram. Videoda göstərdiyim kimi xəmiri genişləndirirəm. Arada oxlovu asta-asta çəkirəm, xəmir həm uzanır, əlimlə də biraz genişləndirirəm. Hazırladığım içlikdən bir xörək qaşığı qədər oxlov olan tərəfdən əlavə eləyirəm. Hər iki tərəfdən oxlovu bururam, sonacan rulon kimi bükürəm. Bükəndən sonra oxlovun bir tərəfini dəzgahın üstünə qoyub, xəmiri sıxıb, oxlovdan çıxardıram. Əlimlə üstündən biraz bastırıram. Bu qaydada qoğalları hazırlayıram. Birini də hazırlayım. Yenə eyni qaydada yağlı xəmirlərdən götürüb dəzgahın üstündə əlimlə biraz uzadıram. Çox asan bir üsuldur. Tək-tək yuxa yayıb, aralarını yağlayıb, kəsmədən də bu üsulla çox gözəl qoğallar hazırlamaq olar. Yenə eyni qaydada biraz uzadandan sonra ortasına oxlovu qoyub, xəmirin bir tərəfini o birisinin üstünə qoyub, əlimlə biraz bərkidirəm. Sonra oxlovu asta-asta çəkərək uzadıb, xəmiri də biraz genişləndirirəm. Bu qaydada yenə içlik qoyub, büküb, oxlovdan çıxardıram. Çox rahat bir üsuldur, tez bir vaxtda da hazırlamaq olur. Yaymanı heç tək-tək yağlamağa ehtiyac yoxdur. Xəmir yağı özünə çəkir. Pişəndən sonra da qat-qat olur, çox gözəl qoğal alınır. Hamısını eyni qaydada hazırlayıb yağlı kağız sərdiyim formalara düzmüşəm. Üstün örtüb bir yarım saatda yerində mayalandırıram. Mayalanmış qoğalların üstünə çəkmək üçün bir ədəd yumurtanı yaxşı-yaxşı qarışdırıb süzgəcdən keçirtmişəm. Yumurtadan qoğalların üstünə çəkirəm. Yumurta da çəkəndən sonra üstünə çörək otu səpirəm. İstəyə görə xaş-xaş da əlavə eləmək olar. Hazırladığım qoğalları 200 dərəcəlik sobada üstü qızarana kimi bişirirəm. İlk sobaya qoyduğum qoğallar artıq bişib, çox yaxşı qabarıb, çox yaxşı qızarıb, çox gözəl qoğallar alınıb. Altı da yaxşı bişib, üstü də. Digər sobaya qoyduğum qoğallar da bişir. Çox asan bir üsuldur. Hazırladığım xəmirdən 16 ədəd qoğal alındı. Tez bir vaxtda hazırlanır. Hazırlanması da çox asandır, çox vaxt aparmır. Altı da yaxşı bişib, üstü də. Üstü xırçıltılı, qat-qat, içi yumşaq, çox gözəl qoğallar alınır. Öncəki videomda səpmə şirin qoğalın oxlovsuz hazırlanma qaydasını sizinlə paylaşdım. Bugün də oxlovsuz şor qoğalını necə hazırlayıram onu sizinlə paylaşdım. Gördüyünüz kimi yuxaları oxlovla tək-tək yaymadan belə gözəl qoğallar hazırladım. Heç də qat-qat kəsilib hazırlanan qoğallardan fərqlənmir. Üstü xırçıltılı, içi yumşaq, çox dadlı qoğallar alınır. İşləyən xanımlar üçün, yuxa yaya bilməyən xanımlar üçün çox əlverişli bir üsuldur. Bu üsulla istədiyiniz zaman, adi günlərdə, bayram günlərində ailəniz üçün belə gözəl qoğallar hazırlaya bilərsiniz. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu sonacan izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün
faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.